Xoş gördük sizi, hörmətli televiziya tamaşaçılarımız. Musiqili ekran verilişi efirdədir. Bugün biz ekran və efir məkanında daimilik qazanmış, musiqisi, mahnıları böyük şöhrət tanmış bəstəkarımızın yaradıcılığına müraciət edirik. Onun adı Oqtay Kazimidir. Vaxtilə 1970-ci illərdə bir-birinin ardınca Azərbaycan televiziya və kino məkanında bir sıra film konsertlər çəkildi. Bu film konsertlər Azərbaycan bəstəkarlıq məktəbində mahnı janrında yazılmış nümunələrin sanki bir böyük mənzərəsini bizim qarşımızda canlandırırdı. Və bütün bu filmlərdə bizim görkəmli bəstəkarlarımızın nümunəvi dillər əzbəri olan mahnılar səslənirdi. Bütün bu filmlərdə Oqtay Kaziminin mahnıları özünə məxsus ab-ı havası, ruhu gözəlliyi ilə tamaşaçıları, dinləyiciləri heyran edirdi. Və hətta elə mahnılar da var idi ki, onlar eyni zamanda çəkilmiş filmlərdə müxtəlif ifaçılarının təqdimatında da verilirdi. Və verilişimizin ənənəsinə uyğun olaraq mən istərdim indi biz Oqtay Kaziminin dillər əzbəri olmuş, yəni musiqi təfəkkürümüzə, musiqi yaddaşımıza çox əsaslı şəkildə daxil olmuş bir mahnısı ilə başlayaq. Yəni həmişə olduğu kimi musiqidən təkan alaq və sonra verilişimizi davam etdirək. İndi siz Həyat sən nə qəribəsən mahnısını dinləyəcəksiniz. Bugün çox maraqlı və dəyərli həmsöhbətim var. Onu məmnuniyyətlə sizə təqdim edirəm. Azərbaycan Milli Konservatoriyasının docenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, xarmeyster, dirijor Təranə xanım Yusif. Təranə mən xoş gəlmisiniz verilişimizə. Biz bugün Oqtay Kaziminin yaradıcılığına üst tuturuq və siz də Oqtay Kazimi yaradıcılığına yeni bir, mən deyərdim, bir təkan vermiş, onun öyrənilməsinə, tədqiqinə xüsusi bir diqqət ayırmış bizim dəyərli musiqiçilərimizdən birisiniz. Mənim qarşımda Azərbaycan musiqi tarixi 4 cildliyinin 4-cü cildi var və siz həmin cildə də Oqtay Kazimi yaradıcılığını tədqiq edib oçiq şəklində təqdim etmişsiniz. Sizin dissertasiya işiniz Oqtay Kazimin yaradıcılığıdır. Bilirsiniz, mən Oqtay müəllimin yaradıcılığına başvuranda bu həyatın doğrudan da çox qəribəliyi ilə rastlaşdım. Oqtay müəllim 500-ə yaxın mahnının müəllifi olub. Bu məhnilər həqiqətən də dillər əzbəri idi. Elə bir bizim böyük müğənnimiz yox idi ki, bu mahnılara müraciət etməsin. Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova, Yalçın Rızazadə, Zeynəb Xanlarova, yəni çox möhtəşəm adlara biz rast gəlirik. Mən bir neçəsinin ancaq adını sadaladım. Lakin nə maraqlıdır? Bu bəstəkarın yaradıcılığı yəni ayrıca bir tədqiqat obyektinə heç vaxt çevrilməyib. Yəni bunun özünün də bir səbəbləri var idi. Vaxtilə Azərbaycan musiqişünaslığında daha çox belə deyək də ağır, ciddi janrlara müraciət etmiş bəstəkarların yaradıcılığını tədqiq etmək bir, nə deyim sizə, bir ənənəyə çevrilmişdi və dəb halını almışdı. Halbuki milyonlarla insanın ürəyinə yol tapan, yəni kütlələri özünə cəlb edən bəstəkarların yaradıcılığı sanki kənarda qalırdı. İstisna təşkil edirdi Tofiq Quliyev və Rauf Hacıvin yaradıcılığı. Bunun da müəyyən obyektiv səbəbləri var idi. Çünki onlar nəinki bəstəkar idilər, böyük musiqi ictimai xadim idilər. Bəstəkarlar İttifaqı qurumunda böyük vəzifələr tutmuşdular. Rauf Hacıyev mədəniyyət naziri idi və istər-istəməz musiqişünasların onların yaradıcılığına deməli diqqəti həm də bununla şərtlənirdi. Lakin digər tərəfdən mahnı yazan bizim digər bəstəkarlarımız da var idi ki, keçən əsrin 60-70-ci illərində onlar çox inamla bu musiqi məkanına atıldılar və öz üslubunu yaratdılar. Hərəsi özünə məxsus üslubla, yəni mahnı məkanımızı zənginləşdirdi, yeni nəfəs gətirdi bu mahnılara, müasir dövrün nəbzini, üslubunu, yəni rock, pop musiqisinin üslubunu gətirdilər. Lakin təəssüf ki, onların yaradıcılığının elmi şəkildə dərk olunması və tədqiqi çox gec başladı. Yəni bu bizim keçən əsrin 90-cı illərin artıq Azərbaycanın müstəqillik əldə etdiyi bir dövrə təsadüf edir.
və siz də yəni bir neçə il bundan əvvəl bu işə başladınız. Yəni bu 2000-ci illərə aiddir. Yəni sizin bilavasitə bu işlə məşğul olmağınız, daha doğrusu 2010-cu ildən bu yana artıq deməli Oqtay Kazıminin də yaradıcılığın son dövrü idi, həyatın son dövrü idi və mən ancaq sevinirəm ki, Oqtay müəllim özünə qarşı bir yeni diqqət dalğası ilə rastlaşdı. Çünki məlum olur ki, böyük əsərlər, yəni keyfiyyətli musiqi heç vaxt arxa planda qalmır. Tarix hər şey öz yerinə qoyur və bəlkə müəyyən zamanda diqqət mərkəzindən kənarda qalmış bəstəkarlar da sonra öz musiqilərinin gücü hesabına deməli yenidən gündəmə gəlirlər və tədqiq də olunurlar, oxunurlar. İlk növbədə mən sizə təşəkkür eləmək istəyirəm ki, siz bu işin altına girmisiniz. Çünki məlum olur ki, Oqtay Kazıminin yaradıcılığı kifayət qədər böyük olub, geniş olub və hətta yalnız mahnı janrından da ibarət olmayıb. Yəni onun yaradıcılığında iri janrlar da var, bu da təbiidir. İstəyirəm bir balaca da bax bu məcradan təkanlanaq və Oqtay Kazıminin yaradıcılığını bizim tamaşaçılarımıza təqdim edək. Mən Oqtay Kazımini hələ orta ixtisas musiqi məktəbində işlədiyim dövrdən tanıyırdım Sumqayıtda. Və bir dəfə ona yanaşdım, dedim ki, mən sizin haqqınızda yazacağım. Əslində onun mahnılarını çox sevdiyim üçün demişdim bu sözü. Və elə oldu ki, onun vəfatından sonraya qismət oldu bu yazı, tədqiqat işi. Çox çətin oldu. Çünki yanaşdım Bakı Musiqi Akademiyasının kitabxanasına, heç bir məlumat yoxdur. Hər bir bəstəkarın papkası olur orada və Oqtay Kazımi haqqında heç bir məlumat yoxdur. Axundov kitabxanasında yenə də heç bir məlumat yoxdur. Və Oqtay Kazımi həyat yoldaşı da bizlə işləyirdi, Fərdə xanım. Artıq onlara getdim. Orada onlara gedəndə çox sağ olsun, mənə çox kömək elədi. Və onun əlyazmaların və məcmuələrin qarşıma qoyanda gördüm ki, bunun iri həcmli əsərləri nə qədər çoxmuş və musiqi ictimaiyyətinə heç bir məlum olmayan əsərləri vardır. Onlardan çox az həcmi səslənib və səslənməyən əlyazma şəklində olan əsərlərin sayı demək olar ki, çoxdur. Və tədqiqat işinə başladım. Başlayanda və məlum oldu ki, onun 500-dən artıq mahnısı var. 500-ə yaxın yazdım. Mahnısı var. Amma özü əslində etiraf edir ki, daha çoxdur. Sadəcə bir qədər öz yazdıqlarına laqeyd yanaşıb və əl yazmaları ola bilər harasa qoyub və tapmaq olmadı bəzi əl yazmaları. Yəni öz arxivini səliqəyə salan bəstəkarlar sırasında olmayıb, mən belə başa düşürəm. Ona görə də indi bu tədqiqat işində də bilirəm ki, siz çətinliklərlə rastlaşdınız. Düzdür, bizim qarşımızda bəzi məcmuələr var ki, vaxtilə onlar çıxmışdılar. Düzdürmü, 70-ci illərdən bu yana gələn bu məcmuələr, bu Həyat sən nə qəribəsən, yəni ilk məcmuəsi Həyat sən nə qəribəsən, sanki yaradıcılığın vizit vərəqəsidir. Bu məcmuə, bu mahnı, daha sonra Mənim Gözəl Vətənim, Yaşa Azərbaycan və bildiyimə görə sağlığında qiymət verin insanlara. Yəni artıq bizim qarşımızda 4 məcmuə mahnı var. Düzdür, bunların heç də bu məcmuələrdə 500 mahnı yerləşməyib. Ən məşhur və artıq oxunmuş və 51 sayda, yəni cəmi onun 10%-ni biz bu məcmuələrdə görürük. İnanıram ki, əlbəttə o birisi mahnılarında deməli məcmuə şəklində çıxarılması işinə siz müəyyən bir töhfənizi yenə verəcəksiniz. Bilirsiniz, mən əvvəldə qeyd elədim ki, 70-ci ildə çəkilmiş bu film konsert janrında olan filmlərdə Oqtay Kazıminin mahnıları belə xüsusi bir yer tuturdu, düzdürmü? Mənə özümə maraqlı oldu ki, Oqtay Kazımi mahnı yazmağa nə vaxt başlayıb? Yəni siz də mənə o vaxt dediniz ki, hələ məktəbli olan dövrdə. Məktəbli olduğu dövrdə, ilk mahnısını yazıb Bəxtəvər Uşaqlar və mətnə önəm verməsi elə o mahnıdan görünür. İsmail Sultanın sözlərinə Bəxtəvər Uşaqlara adlı mahnısı. Bizimkidir torpaq, hava, göy, dəniz, biz Bəxtəvər Uşaqlara tay olmaz. Yəni sözlərə çox önəm verirdi, ifaçıya çox önəm verirdi və elə mahnısı da olurdu ki, bəstəkar yazırdı və onun ifaçısını axtarırdı. Onu kənara qoyurdu ki, məhz onun ifaçısı tapılana qədər. Əlbəttə, Oqtay Kazımi müəyyən mənada xoşbəxt bəstəkar idi ki,
o çox görkəmli ifaçılarla işləmişdi. Yəni onun mahnılarına Rəşid Behbudov kimi, biz əvvəldə də mən adlarını çəkdim. Rəşid Behbudov ümumiyyətlə mahnıya çox diqqətlə, çox həssaslıqla yanaşan müğənni idi. Heç də hər bəstəkarın da mahnısı oxumurdu. Bəli. Yəni məlumdur ki, o müasir bəstəkarların öz dövründə 60-70-ci illərdə yaşamış bəstəkarların heç də hamısının yaradıcılığına müraciət etmirdi. Və Oktay Kazıminin elə bir gözəl mahnısı var ki, o özü özlüyündə belə, mən deyərdim, ayrıca bir yer tutur Azərbaycan mahnı xəzinəsində. Bu xəyal mahnısıdır. Cabir Novruzun sözlərinə yazılmış. Fəlsəfi mahnıdır. Oktay Kazımın yaradıcılığında bu əsər fəlsəfi məzmunda olan bir əsərdir. Bu Həyat Səndən Qəribəsən məcmuəsində yer alır. Bəli, ilk ifaçısı Rəşid Behbudov olmuşdur. Və mahnı çox gözəl ifa edib mahnıda. Yenə sən gəldin, ey şirin xəyal, bir nağılsan, sən yağırsan ömrümə. Görün, nə dərəcədə gözəl sözlərdir. Və insan o mahnını eşitdikcə çox duyğulanır. Çox duyğulanır. Yəni, əsər mükəmməl bir əsər kimi tamaşaçıya təqdim olunub və fəlsəfəsi də çox dərindir. Çox dərin. Həqiqətən də Oktay Kazımi mahnının sözlərinə xüsusi önəm verən bir bəstəkar idi. O sözləri ki, biz orada görürük o mahnılarında, heç də hər bəstəkarda biz bununla rastlaşmırıq. Öyle xəyal obrazdı yaratmaq. Yəni, bu doğrudan da hər bir insanın içində, təfəkküründə, yəni fikirlərində yaşayan bir obrazdır. Amma onun musiqi dilinə çevrilməsi, onun bir mahnı çərçivəsində bir obraz kimi insanlara çatdırılması, bu doğrudan da bəstəkarın böyük bir nailiyyəti idi. Və nə yaxşı ki, o Abşeron ritmləri filmində bu mahnı əbədiləşib Rəşid Behbudovun ifasında. Maraqlıdır ki, bu mahnıya sonra heç kəs müraciət etməyib. Əsər çox çətin, yəni mükəmməl də olsa, diapazon baxımından fərqlidir və ona yanaşma, əsərin böyük bir obrazı var, ciddi əsərdir. Düşünürəm ki, mahnının özündə bir çətinliklər var. Onu duyğularla vermək, obrazını yaratmaq və ifaçıdan böyük bir qabiliyyət tələb edir. Görünür, birisi Rəşid Behbudovdan sonra özündə cəsarət tapan insan olmayıb bu mahnıya. İndi əlbəttə biz təbii ki, bu saat Rəşid Behbudovun ifasını tamaşaçılarımıza təqdim edəcəyik. Və nə yaxşı ki, bizim böyük bir gənc müğənnimiz də var, Azərbaycan Milli Konservatoriyasının tələbəsi, qorxmayaraq, cəsarət edərək bu mahnıya müraciət edib və artıq müasir bir gənc kimi öz baxışını, öz versiyasını belə deyək də ortaya qoyub. Əlbəttə, böyük məmnuniyyətlə biz onu dinləyəcəyik bu gün. Tamaşaçılarımız Rəşid Behbudovun ardınca bizim gənc, istedadlı tələbəmiz Nigar Cəlilovanın və konsertmeyster, Azərbaycan Milli Konservatoriyasının doçenti, gözəl pianoçumuz Naibə xanım Şahməmmədovanın ifasında bu mahnıya qulaq asacaqlar.
mən sən arzunsan ey xəyal. Gəl kövrək qəlblim, ən yaxın dostum, gəl könlümü sən alaya. Hər zaman olur həyat asan, dünyada sən yaxşı ki varsan. Yürümə işıq səni, ümid vüsal, getir yaşa məni, al qoynuna sən məni, al qoynuna sən Tərənə xanım, Cabir Novruzun sözlərinə Oqtay Kazimi təxminən 50 mahnı yazıb. Daha doğrusu bizim əlimizdə onun 49 mahnısı varmı, eləmi? Bəli. Yəni sizin araşdırmalarınız onu deməyə əsas verir ki, Oqtay Kaziminin Cabir Novruzun sözlərinə 49 dəqiq mahnısı vardır. Onların arasında yəni lirik, fəlsəfi məzmunda olan mahnılar əlbəttə çoxdur. Onlardan biri də Əlvida mahnısıdır ki, Yalçın Rızadənin ifasında səslənib vaxtilə və çox böyük populyarlıq qazanıb. Bu mahnının da tarixçəsində qəribə məqamlar var. Bəli. Sonralar bu mahnını Mübariz Tağıyev ifa edib və Teymur Əmrahın da ifasında gözəl səslənib. Çox təsirli sözləri var onun. Bəli, bəli. Eşqinlə çağlayan illərə, saçına düzdüyüm günlərə, bugündən əzizim dünyada, əlvida deyirəm, əlvida. Bilirsiniz, mənə maraqlı gəlirdi ki, yəqin bu mahnı o 60-70-ci illərdə yəni dönəmində yazılmış bir mahnı idi. Bəli, 70-ci illərdə. Bəstəkar bu əlvida, həyatla, sanki gəncliklə bir vidalaşmaq anına gəlir bu mahnı. Hərçənd özü cavan idi hələ. Bəli, bəli. Bunun maraqlı bir tarixçəsi var. Səhər proqramlarının birində Mübariz Tağıyevi dəvət etmişdilər. Nisə xanım Qasımova veriliş aparırdı. O danışdı ki, bütün konsertlərdə Ulu Öndərimiz yanaşıb ifaçılara, sənətkarlara öz fikrini bildirirdi. Bir gün də konsertdən sonra mənə yazmışdı ki, Mübariz, sən o mahnını niyə oxumursan, Əlvidanı deyirəm. O da deyib ki, axı o mahnı köhnə mahnıdır. Ulu Öndər cavab verib ki, mahnının təzəsi köhnəsi olmur. Mahnı ya yaxşı mahnı olur, ya da pis mahnı olur. Yəni, Əlvida mahnısı Ulu Öndərimizin qəlbində bir yer almışdı və onun ifasını yenidən istəyirdi. Oqtay Kaziminin yaradıcılığında olan mahnıların bir çoxu bu tərzdədir. Yəni, tamaşaçılar tərəfindən çox sevilir və ürəklərə yol tapır. Orada mən bir də qeyd etməklə istərdim ki, Oqtay Kaziminin mahnılarında sekvensiyalarla hərəkət olduğu üçün melodiya yadda qalır və eyni zamanda sözlərin də önəmli olması, sözlərin də dəyərli olması tamaşaçının qəlbində yol tapır. Bilirsiniz, Oqtay Kaziminin mahnılarını mən özüm üçün sanki belə araşdıranda mən nəyə hiss etdim? Oqtay Kazimi nitqimizin, Azərbaycan dilinin o gözəl ahəngindən təkablanım həmişə. Yəni o mahnılar sanki danışaraq oxunur. Siz o şeiri necə tələffüz edirsinizsə, onun ahəngi necədirsə, o qeyri-adi şəkildə onları musiqiyə çevirə bilib. Ona görə də onlar çox üzvü səslənir musiqi ilə. Bir yerdə onlar sanki belə musiqili danışıq tərzində. Rəşid Behbudov da onları bu cür oxumuşdu, xəyalı bu cür oxumuşdu. Elə Əlvidanı da həmin üslubda, yəni sözləri, danışığı önə verərək sanki musiqili danışıq tərzində
Yalçın Rızazadə o mahnıları oxuyurdu və biz indi əlbəttə Əlvida mahnısını Yalçın Rızazadənin ifasında tamaşaçılarımıza təqdim edəcəyik və bilirik ki, bu mahnını Mübariz müəllim də çox gözəl ifa edib, təqdim edib və bizim gənc tələbəmiz də bu mahnını oxuyub. Mənə elə gəlir heç də pis alınmayıb. Nihat Orucov, biz Oktay Kazımın 85 illik yubileyini Milli Konservatoriyada qeyd etdik. Yəni bütün bu hazırlıq işlərini siz öz üzərinizə götürdünüz və bu yubileyi təşkil etdiniz. Və mən istərdim ki, biz həm də o yubileydən Nihat Orucovun ifasında o mahnını Tərina xanım, Oktay Kazıminin mahnı yaradıcılığı ən müxtəlif üslublu mahnıları özündə birləşdirir. Yəni biz onları belə qısa şəkildə təsnifatlaşdırsaq deyərik ki, burada sırf estrada üslubunda yazılan mahnılar var. Çünki Oktay Kazımi bu bəstəkar yaradıcılığına atılarkən o dövrdə, Sovet dönəmində bu 50-ci illərin qapalı məkanı dağılmaq üzrə idi və xaricdən gələn o estrada musiqi nümunələri, gəncləri özünə doğrudan da cəlb edirdi və onlar estrada musiqisindən yeni nəfəs gətirirdilər. Çox maraqlı estrada musiqi nümunələri yaranmağa başladı və Oktay Kazımın da musiqisində bu özünü parlaq büruzə verirdi. Lakin digər tərəfdən Oktay müəllim xalq mahnısına çox bağlı olan bir insan kimi, yəni hələ uşaqlıqdan, kiçik dövrlərdən xalq mahnı üslubunda, xalq mahnı məkanında, muğam məkanında boya başa çatmış bir insan kimi bu üslubu da çox gözəl tutmuşdu. Yəni milli musiqi üslubunda da onun mahnıları çox üzvüdür. Biz onları bəlkə də xalq mahnılarından da heç ayırmarıq. Yəni xalq mahnı ifaçılarının ortaya qoyduğu mahnılardan da ayırmarıq. Və onlardan da birisi Bir Yerdə Olaq mahnısıdır, elə deyilmi? Oktay Kazıminin 4 məcmuəsindən 3-ü estrada mahnılarıdır. Amma Yaşa Azərbaycan məcmuəsi 1980-ci ildə ərsəyə gəlir. Burada 6 mahnı yer alır. Bu mahnıların 5-i Bayatı Şiraz üstündədir. Yalnız Bir Yerdə Olaq mahnısı Şütər üstündədir. Və bilirsiniz ki, Bir Yerdə Olaq mahnısını ilk dəfə duet kimi yazıb Təranə Vəlizadə ilə Eyvaz Həsənov ifa ediblər bu mahnını. Və bu mahnıların bir-birinə bağlayan milli musiqiyə əsaslanmasıdır. 6-8'lik ölçü burada mahnıların ölçüsüdür. Yəni bizim xalq musiqisinə, rəqslərinə çox səciyyəli olan bir ritmik formullardır. Əlbəttə, bu mahnıların gənclər tərəfindən də oxunması, yəni repertuara daxil olması mənə gəlir çox yaxşı olardı və siz bir konserti hazırlayarkən, 85 illik yazılmış konserti hazırlayarkən biz o mahnıları yenidən eşitdik və fikirləşdik ki, bu mahnılar niyə də gənclərin repertuarında olmasın? Olmasın, bəli. Gözəl mahnılar.
Biz bu gün onu təqdim edirik, düzdürmü? Bəli. Tərənə xanım. Kimin ifasında olacaq? Gülnar Qüdrətli, Orxan Hüseynli və İfa edəcəklər, bizim gənc müğənnilərimizdir. Bəli, ifa edəcəklər. Bir də üçlük müşahidə edəcək onları. Xalq musiqi üçlüyü də onları müşahidə edəcək. Tar, kamança və nağara. Mən daş olum sən olaq bir yerdə olaq yarın bir yerdə olaq Misal nəğməsi çalaq bir yerdə olaq yarın bir yerdə olaq Mən daş olum sən olaq bir yerdə olaq yarın bir yerdə olaq Misal nəğməsi çalaq bir yerdə olaq yarın bir yerdə olaq Mən o da olum sən ocaq bir alışıb bir yanar Mən o da olum sən ocaq bir alışıb bir yanar Gəl gəl göylərə ucalaq ucalaq Gəl gəl göylərə ucalaq ucalaq Bir yerdə olaq yarın bir yerdə olaq Bir yerdə olaq yarın bir yerdə olaq Mən şam olum sən çıraq bir yerdə olaq yarın bir yerdə olaq Gəl bir toy bir saat quraq bir yerdə olaq yarın bir yerdə olaq Mən şam olum sən çıraq bir yerdə olaq yarın bir yerdə olaq Gəl bir toy bir saat quraq bir yerdə olaq yarın bir yerdə olaq Mən o da olum sən ocaq bir alışıb bir yalaq Mən o da olum sən ocaq bir alışıb bir yanaq Gəl gəl göylərə ucalaq ucalaq biz Gəl gəl göylərə ucalaq ucalaq biz Bir yerdə olaq yarın bir yerdə olaq 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 Tərənə xanım, Oktay Kaziminin mahnıları mövzu və məna baxımından da çox rəngarəngdirlər. Burada şən, oynaq, şux mahnılar da yer alır və Azərbaycanlıların toy şənliyində xüsusi belə musiqiyə önəm verməsi Oktay müəllimə bir-birinin ardınca gözəl mahnılar yaratmağa ruhlandırmışdır. Hətta 70-ci illərdə çəkilmiş Toyda Görüş film konsertində Oktay Kaziminin həm Ey Həyat Sən Nə Qəribəsən mahnısı səslənir, həm də onun məşhur Toy olsun, bayram olsun da mahnısı səslənir. Flora Kərimovanın ifasında bu mahnı da çox geniş yayılır və bizim məclislərin, toyların sevilən mahnılarına çevrilir. Əlbəttə biz istərdik ki, bu saat həmin o fraqmenti biz tamaşaçılarımıza göstərək. Toyda Görüş filmindən Flora Kərimovanın ifasında Toy olsun, bayram olsun mahnısı. Tərənə xanım, toyla bağlı mahnılar heç də az deyil, mən bilirəm ki, Oktay Kaziminin yaradıcılığında. İndi hal-hazırda da bizim toy mərasimlərimizi bəzəyir çal çal çal. Oynasın qaynanalar, oynasın qaynatalar, tarkaman. Yəni çox gözəl sözlərlə bir gözəl toy mahnıları ərsəyə gətirib Oktay Kazimi bir neçə mahnıdır bunlar. Qudalar mahnısı var, Gəlin gələndə. Yəni bütün bu mövzu
toy mövzusu onu çox cəlb edib. Sanki toyun müxtəlif o məclisin müxtəlif mərhələlərində səslənmək üçün mahnılar biz görürük. Qudaları Məmməd Bağır Bağırzadə ifa edibdir. Sıx işlədiyi müğənnilərdən biri Flora Kərimova olub, digəri Yalçın Rzazadə olubdur. Və onların ilk Flora xanım deyirdi ki, mən demək olar ki, bütün mahnıların ilk ifaçısı mən olmuşam. Yəni istəyirdi ki, mahnılarının çoxunu mən ifa edim. Və o da deyir, mənim həyatımda bir başqa bir səhifədir. Yəni sevərəkdən ifa edib Flora xanım Oqtay müəllim əsərlərini. Həqiqətən də Flora Kərimovanın ifaçılıq üslubunun formalaşmasında əlbəttə Oqtay Kəzim mahnılarının xüsusi bir yeri var, önəmi var. Çünki Oqtay müəllim Flora xanımın ifaçılıq potensialını və onun hansı mahnıya, hansı üslublu mahnıya önəm verməsini çox yaxşı duyurdu. Və bu da ifaçını bütün gözəlliyi ilə, yəni qadir olduğu, nəyə qadir olduğunu üzə çıxarmağı ilə nəticələnirdi. Mənə elə gəlir, bizim o dövrün ifaçılarının ən böyük xoşbəxtliyi onda olub ki, yanlarında, yəni gözəl bəstəkar ordusu çalışır. Musiqi ilə sözün vəhdəti sonda gözəl ifaçının ifasında səslənəndə mahnı ürəklərə yol tapır. Oqtay müəllim ifaçı seçimində çox ciddi idi və bu da onun mahnıların ürəklərə yol tapmasına səbəb oldu. Hər ifaçıya vermirdi. Bəli. Mən bilirəm ki, o çox ciddi işləyirdi ifaçılarını. Yəni birbaşa özü ifaçı ilə işləyən bəstəkarlardan idi və əgər ifaçı onu qane etmirdisə, o artıq başqa ifaçıya üst tuturdu. Yəni o mahnını yazanda artıq onun necə ifa olunmasını da, obrazını, ifaçının obrazını da özündə təsəvvürünə gətirir. Bəli, mən Eldar Axundova müsahibə alanda o dedi ki, biz həm də qohum idik. Oqtay müəllim məni evə çağırırdı, çoxlu mahnılarını oxutururdu, ilk mahnılarını. Amma çoxsu mənə vermirdi, mən inciyirdim ondan. Yəni, amma onun səsinə uyğun mahnılar səsləndirilibdir. Bu hal-hazırda səslənmələr var. Lakin hər mahnını da ona vermirdi. Mən deyirdim, Oqtay müəllim, bu mahnını mən oxumaq istəyirəm. Lakin görürdüm ki, sonunda başqa bir müğənniyə təklif elədi. Görünür, onu qane eləmirdi. Çox ciddi. Hardasa müəyyən səs tembri də var, yaraşmaq var. Eldar onun səs tembrinə daha çox vətənpərvərlik mövzusunda olan mahnılar yaraşırdı. O mənada Oqtay müəllim lirik mahnıların ifaçılarını axtarırdı. Əlbəttə və bu lirikanı Flora xanımın ifasında biz səsində eşidirik. Bir gözəl müğənnimiz də olub Hüseyn Ağa Hadiyev. Çox təəssüf ki, biz onu çox tez itirmişdik. O da Oqtay Kəzimin mahnılarını özünə məxsus bir tərzdə ifa edirdi. Və onu da qeyd edək ki, Oqtay Kəzimin Dan Ulduzu ansamblı ilə də çox sıx bir yaradıcılıq əlaqəsində idi. Yəni bu ansambl doğrudan da o mahnıların populyarlaşmasında çox böyük rol oynayırdı. Mən istəyirəm Hüseyn Ağa Hadiyevin Ay Köçəri Quşlar adlı mahnısına üst tutaq. Həqiqətən də bu mahnıda o qədər belə niskil notlar var ki, onları sakit qulaq asmaq qeyri-mümkündür. Lirik fəlsəfi mahnıdır burada. Lirik yenə fəlsəfi ruhda mənaçalarına malik mahnı. Yaxşı olar ki, biz Hüseyn Ağa Hadiyevin ifasını bu saat tamaşaçılarımıza təqdim edək, sonra
sizin tədqiqatlarınız onu üzə çıxardı ki, Oqtay Kazimi yalnız mahnı yazan bəstəkar olmayıb. Təbii ki, Oqtay müəllimi yaxşı tanıyanlar, onun bəstəkar həmkarları, onun dostları çox yaxşı bilirdilər ki, Oqtay Kazimi musiqinin irili, xırdalı, həm iri, həm kiçik janrlarında çoxlu sayda əsər yazıb. Yəni, bu məlum idi, bu da təbii idi. Çünki Oqtay Kazimi mükəmməl peşəkar təhsil almış bir bəstəkar idi. O, Asef Zeynallı adına musiqi kollecini bitirmişdi. O, Bakı Azərbaycan Dövlət Konservatoriyasını, hazırki Bakı Musiqi Akademiyasını Cövdət Hacıyevin sinfi üzrə bitirmişdi və əlbəttə onun aldığı o peşəkar təhsil ən müxtəlif janrlarda işləməyə yaxşı imkan yaradırdı. Və bu sırada biz həm opera əsərlərini qeyd edirik ki, onun hətta rock opera janrında da yəni nümunələri var, əsərləri var. Təəssüf ki, onların heç biri tamaşaya qoyulmayıb. Mirzə Ələkbər sahibinin Hop-Hopnamə və eyni zamanda da onun xor üçün çoxlaylı əsərləri var. Yəni Oqtay Kazimi xor musiqisini çox sevirdi və vokal simfonik janrda da kifayət qədər əsər yaratmışdı. İstədim bu haqda bir məlumat verərdiniz. Bəli. Oqtay Kazimi bilirsiniz ki, anasının arzusu idi ki, Tibb Universitetinə girsin. Və gəlir sənədlərin verir Tibb Universitetinə, daxil olur. Sonra sənədlərini götürür, gəlir Asef Zeynallı adına o vaxtki Orta İxtisas Musiqi Məktəbinə və orada Hacı Xan Məmmədovun tələbəsi olur. Xordirjorluq ixtisası üzrə təhsil alır. Və bu təhsil, xordirjor kimi təhsil alması onun bir çox əsərlərində öz təzahürünü tapır. Hətta 60-cı illərdə o bir məcmuə hazırlayır ki, onu nəşr elətdirsin, onu nəşr elətdirmir. Həmin məcmuədə 2 xor üçün yazdığı mahnısı var. Biri Sən güldən də gözəlsən, Bəxtiyar Vahabzadənin sözlərinə, digəri Könlüm sənindir, Əhməd Cəmilin sözlərinə. Yaradıcılığın ilk vaxtlarında Əhməd Cəmil söz mətnlərinə çox önəm verir. Uşaq mahnılarda yazır, həmin mətnə, digər mahnılarda yazır. Və Oqtay Kazimi həmin o əsərlərini mən həm redaktə elədim, həm səsləndirdim. Əlbəttə, 1-ci Milli Konservatoriyanın tələbə xorunun ifasında və sonralar müəllimlər xoru yarandı, Nur müəllimlər kollektivi Milli Konservatoriyanın nəzdində onların ifasında səsləndirdim. Heydər Əliyev sarayında konsert oldu və bu konsertdə biz iştirak etdik. Bunun Oqtay Kaziminin 2 əsəri ilə. Birinci əsər həmin bu Sən güldən də gözəlsən, digər əsər isə Rüfət Səbioğlu'nun sözlərini Uca dağlar və Uca dağlar mahnısının da çox gözəl bir tarixçəsi var. İlk ifa eksperiment ansamblının ifasında səslənib və sonra onu Firəngiz Rəhimbəyova oxuyub və biz xor üçün yazılmış əl yazmadan həmin əsəri götürdük, ifa etdik. Bu tamam bir başqa bir münasibət idi və düşünürəm ki, alındı. Bilirsiniz, doğrudan da o çox maraqlı bir nümunədir. Həm Oqtay Kazimi yaradıcılığına səciyyəvi olan bir nümunədir. Eyni zamanda da xor musiqimizdə mən deyərdim, bir yenilikdir. Yəni bu üslubda xorun oxuması özü onu rock-pop üslubu kimi qeyd edirdi. Çünki mən onun əl yazmasını gördüm, Oqtay müəllimin. Özü onu rock-pop üslubunda bir əsər kimi səciyyələndirmişdi. Belə bizim milli əsərlərimiz o qədər də çox deyil. Düzdürmü bu üslubda yazılmış əsərlər? Məsələn, Oqtay Kazimi Yaşar Respublikan kantatasını 70-ci illərdə klavirini yazıb, lakin 94-cü ildə artıq onun partiturasında yazmışdı. Mən o əsəri də tələbə xorunun ifasında səsləndirdim. Orada aşıq musiqisinə xas intonasiyalar səslənir və məhz o ritim əsərin leytmotividir. Əsərin sonuna qədər həmin aşıq ritmi əsərin leytmotivi kimi səslənir. Və uşaqlar da bu əsəri çox sevərəkdən ifa etdilər. Bunu digər bir konsertimizdə ifa etdik.
Lakin sən güldən də gözəlsən, könlüm sənindir. Biz onun yaradıcılığının 85 illik yubileyinə həsr olmuş konsertdə həmin əsərləri ifa etdik və həmin konsertdə bilirsiniz ki, biz onun bir kitabını da ərsəyə gətirdik və tamaşaçılara təqdim elədik. 85 illik yubileyinə həsr olunmuş. Elmi şuramızdan keçdi. Bu Oqtay Kazıminin Şəhidlər Simfoniyasıdır. Yəni sizin işinizin, elmi işinin bir hissəsidir və nə yaxşı ki, bu əsər çap olundu. Bilirsiniz, mənim qarşımda Oqtay Kazıminin bir sıra əl yazmalarım var. Bu saralmış əl yazmalardır. Əlbəttə, çox xoşdur bunları görmək. Çünki bilavasitə bəstəkarın elə bil ki, sanki öz nəfəsini hiss edirsən, öz əl yazmadan çıxıb hiss edirsən. Lakin mütləqdir ki, bu əl yazmalar çap variantına gəlsin, çıxsın. Redaktor olunsun. Nəşr olunsun. Əvvəla ona görə ki, bunlar uzun müddətli yaşamalıdırlar, bu əsərlər. Digər tərəfdən onlar repertuara daxil olmalıdır və biz o əsərləri qulaq asanda görürük ki, həqiqətən də Oqtay Kazımi yaradıcılığının başqa bir tərəfini önəmli şəkildə ortaya qoyur. Və mən istəyirəm ki, bax, bu söhbət əsnasında bizim o xorumuzun ifasında mütləq tamaşaçılarımıza mahnılardan biri Nur müəllimlər kollektivinin ifasında səslənəcək. Gezme
Rəna xanım, Oqtay Kəzimin yaradıcılığı kifayət qədər genişdir. Yəni bir veriliş çərçivəsində biz onların hamısını təbii ki, əhatə edə bilmədik və daha çox onun ekranda, efirdə həkk olunmuş variantlarına üst tutduq. Eyni zamanda gənclərimizi də təqdim etdik. Ancaq məlumat üçün mən demək istərdim ki, siz də məni yəqin ki, dəstəkləyəcəksiniz. Oqtay Kəzimi bizim bir sıra məşhur samballı bəstəkarlarımızdan, daha doğrusu samballı şairlərimizdən işləyib, yaradıb. Bəli. Oqtay Kəzimi ən çox Cabir Novruz şeirlərinə musiqi bəstələyib. Lakin eyni sözü İskəndər Coşqun haqqında da demək olar. Çünki 46 mahnı onun sözlərinə bəstələnmişdir. Digər bir şair Ramiz Heydərdir. Onun 36 mahnı onun sözlərinə bəstələnib. Rüzgar Əfəndiyeva, Fikrət Qoca, Bəxtiyar Vahabzadə, Əhməd Cəmil, sadaladıqca bitmir bu müəlliflər. Siyahı doğrudan da çox böyükdür. Və möhtəşəm, mükəmməl, yəni öz sözünü demiş şairlərlə işləyib Oqtay Kəzimi. Bu da onun mahnılarının yadda qalmasına, xalqın bu da onun mahnılarının rəngarəngliyindən və məna rəngarəngliyindən xəbər verir əlbəttə. Bilirsiniz, vaxtımız artıq sona yetir. Çox təəssüf ki, biz bütün bu yaradıcılığı, bütün möhtəşəmliyi ilə əks edə bilmədik, yəni tamaşaçılarımıza təqdim edə bilmədik. Amma mənə elə gəlir ki, müəyyən bir təəssürat hər halda yaratmağa müvəffəq olduq. Mən sizə çox təşəkkür edirəm ki, siz Oqtay Kəzimin yaradıcılığına bu qədər diqqətlə yanaşırsınız, onun tədqiqi ilə məşğul olursunuz, onun təbliğindədir. Yəni siz yalnız bir tədqiqatçı kimi deyil, bir ifaçı kimi də onun yaradıcılığını, təbliğinə önəm verirsiniz. Bu çox vacibdir. Sizə bu işdə uğurlar arzulayıram və bilirəm ki, planlarınız da çoxdur. Yəni bu əsərlərin çap olunması, onlar haqqında tədqiqat işlərinin yazılması hələ qarşıdadır. Nə istərdim, nə arzu eləyərdim. Mən çox istərdim ki, bu mahnılar əlbəttə səslənsin. Bizim gənc ifaçılar repertuarına daxil olsun. Çünki doğrudan da Oqtay Kəziminin mahnı yaradıcılığı və ümumiyyətlə yaradıcılığı Azərbaycan musiqi sənətinin, bəstəkar yaradıcılığının kifayət qədər maraqlı, dəyərli və önəmli bir hissəsidir. Mahnı yazmaq heç də asan deyildir. Məhdud zaman çərçivəsində şeirin dramaturgiyasını açmaq, onun obrazını canlandırmaq, tamaşaçıya sevdirmək hər bir bəstəkara nəsib olmur. Düşünürəm ki, Oqtay Kəzimi xoşbəxt bir bəstəkardır ki, tamaşaçılar onun mahnılarını çox sevir və dilər əzbərdir. Və bugün, sabah, dünən də o mahnılar həmişə tamaşaçıların ürəyində olacaq. Və istəyirəm sizə şəxsən öz minnətdarlığımı bildirim bu verilişə məni dəvət etdiyiniz üçün. Mədəniyyət kanallarının bütün yaradıcı heyətinə təşəkkür edim ki, məni bu verilişə dəvət etdiniz və Oqtay Kəzimi yaradıcılığının bir səhifəsini də tamaşaçılara təqdim etdiniz. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. İnanıram ki, sizin də yaradıcılığınızda bu səhifə hələ yeni hissələrlə dolacaqdır. İnşallah. Uğurlar arzulayıram. Çox sağ olun. Əziz tamaşaçılar, bununla da bizim musiqili ekranda növbəti görüşümüz sona çatdı. Sağ olun, gələn verişlərə.